Gədəbəy rayonu üzrə təhsil sektoruna tabeli 75 ümumi təhsil müəssisəsi, 2 məktəbdən kənar və 8 bağça fəaliyyət göstərir. Ümumi təhsil məktəbləri üzrə 8277 şagird təhsil alır ki, həmin şagirdlərin 477 nəfəri məktəbə hazırlıq qrupundadır. 2025-2026-cı tədris ilində 11-ci siniflər üzrə 571 şagird təhsil alıb. 11-ci sinif üzrə orta bal 99,5 təşkil edir. 8 qırmızı atesata uyğun namizəd olub. 200 baldan yüksək 51 nəfər şagird, 250 baldan yüksək isə 7 nəfər 11-ci sinif şagirdi olub. 9-cu sinif üzrə orta bal 95 bal təşkil edib. 14 nəfər qırmızı atesata uyğun şagird olub. 200 baldan yüksək 57, 250 baldan yüksək toplayan isə 16 nəfər şagird qeydə alınıb. Gədəbəy rayon Arzu Qasımov adına Alnabad kənd tam orta ümumi təhsil məktəbi üzrə 2025-2026-cı tədris ilində 11-ci sinifi 7 şagird bitirib. Onlardan 3 nəfəri 200-dən yüksək bal toplayıb. Ən yüksək bal 277,9 baldır. 9-cu sinifi 15 şagird bitirib, onlardan ikisi 137 bal toplayıb. Sözügedən məktəbin bir şagirdi isə ən yaxşı təqdimat müsabiqəsinin qalibi olub. Demək, bu müsabiqə Heydər Əliyevin 103-cü il dönümü münasibəti ilə keçirilir. Hər il keçirilən bir müsabiqədir. Bizə 5 mövzu təqdim olunur. Biz isə bu 5 mövzudan birini bilmirik və bilet çəkirik. Biletdə düşən mövzunu 10 dəqiqə vaxt verirlər. 10 dəqiqə ərzində belə də özümüzü hazırlayırıq və münsiflərin qarşısında özümüzü təqdim edirik. Daha sonra mövzunu danışmağa başlayırıq. Sonra isə mövzu ilə bağlı ətraflı sual-cavab olunur. 10-cu sinifdə də iştirak eləmişdim deyə bu il daha rahat oldu. Hər şey istədiyimiz anda olmaya bilər. Düşünmürəm ki, daha çox çalışmaqla ən yaxşılarını əldə etmək mümkündür. Gədəbəy rayon Şaxdağ kənd Maarif Əsgərov adına tam orta ümumi təhsil məktəbi üzrə 2025-2026-cı tədris ilində 11-ci sinifi 7 şagird bitirib. Onlardan bir nəfəri buraxılış imtahanından 209 bal toplayıb. 9-cu sinifi isə 11 nəfər şagird bitirib. 9-cu sinif üzrə ümumi orta bal 119,2 olub. Ən yüksək bal isə 291,1 bal qeydə alınıb. Hal-hazırda məktəbimiz 110 şagird yerlikdir və 124 şagird 2025-26 tədris ilini başa vurmuşdur. Bu 124 şagirdin təlim tərbiyəsi ilə 17 nəfər pedaqoji heyət hal-hazırda məşğul olur və 12 nəfər texnik işçi fəaliyyət göstərir. Mən bütün şagirdlərə uğurlu gələcək arzulayıram, gələcək işlərində də müvəffəqiyyət arzulayıram və vətənə, xalqa layiqli, millətimizin adına layiq hər birinin şəxsiyyət kimi formalaşmasını arzulayıram. Və 10-cu siniflərindən, 1-2, 10-cu siniflərdən də və o cümlədən yerdə qalan şagirdlərindən də gözləntilərimiz çox böyükdür. Yəni, ümidlərimiz onlar üçün də böyükdür ki, yəni onlardan da biz daha yaxşı nəticələr vermələrini gözləyirik. Və bunun üçün də kollektiv olaraq əlimizdən gələn var qüvvəmizi əsirgəməyəcəyik. Gədəbəy rayon Nova İvanovka kənd tam orta ümumi təhsil məktəbi üzrə 2025-2026-cı tədris ilində 11-ci sinif üzrə 12 şagird məzun olub. Onlardan bir nəfəri 257 bal toplayıb. 9-cu sinifi də 12 nəfər bitirib. 2 nəfər 200-dən artıq bal yığıb. Ən yüksək bal 244 baldır. Adı gedən təhsil müəssisəsi bir neçə ildir ki, Respublika Fənn Olimpiyadasında iştirak edir. Məktəb namizədləri yarımfinala qədər uğurla irəliləsələr də final mərhələsinə çıxa bilmirlər. 2026-2027-ci tədris ilində həmin olimpiyadada uğur qazanmaq hədəf kimi götürülüb. Və biz kollektivimizlə çalışırıq ki, həmişə hədəfə doğru, hədəfimizə çataq və nəticələrimiz yüksək olsun. Yəni, bu da pedaqoji kollektivin, tək bu rəhbərliyin gücü deyil. Bu, ümumiyyətlə, həm valideynin, həm də pedaqoji kollektivin yüksək səyləri nəticəsində əmələ gələn bir prosesdir. 2026-27-ci tədris ilində qarşıya qoyduğumuz hədəflərdən biri Respublika Fənn Olimpiyadalarında yüksək nəticə göstərmək və medallar qazanmaqdır. İnşallah biz qarşıya qoyduğumuz hədəfə nail olmaq üçün var gücümüzlə çalışacağıq. Gədəbəy rayonu Çiçəkli kənd Siyavuş Qasımov adına tam orta ümumi təhsil məktəbi üzrə 2025-2026-cı tədris ilində 11-ci sinif üzrə 10 şagird məzun olub. Onlardan 5 nəfəri 100-200 arası bal toplayıb. Ən yüksək bal 175 olub. 9-cu sinifi 8 nəfər şagird bitirib.
4 nəfər 100-200 arası bal yığıb. Yüksək bal 187 bal olub. Haqqında söz açılan məktəbin hər il nəticəsi yüksək olub. Keçən tədris ilində 9-cu sinifin nəticələrinə görə rayon məktəbləri arasında 2-ci yer, 11-ci sinifin nəticələrinə görə 5-ci yer tutub. 11-ci sinifi bitirən məzunlardan 8 nəfər ali məktəbə qəbul olunub. Suala aid olmur. Gədəbəy rayonu Kiçik Qaramurad kənd Nizami Gəncəvi adına tam orta ümumi təhsil məktəbi üzrə 2025-2026-cı tədris ilində 11-ci sinifdən 9 şagird məzun olub. Onlardan 2 nəfəri 200-dən yüksək bal toplayıb. Ən yüksək bal 251 baldır. 9-cu sinifi 14 şagird bitirib. Bir şagirdin 200-dən yüksək bal yığdığı bildirilir. 9-cu sinif üzrə ən yüksək bal 243 baldır. Başa çatan tədris ilində adı gedən təhsil ocağı bir çox müsabiqələrdə iştirak edib və uğurlu nəticələr əldə edib. Növbəti tədris ili üçün qarşımıza yeni hədəflər qoymuşuq. Daha yaxşı nəticə uşaqlarımızın tək buraxılışda deyil də digər sahələrdə, Respublika Fənn Olimpiadalarında, digər bilik yarışlarında məktəbimizi layiq üçün təmsil etməsini qarşıya hədəf qoymuşuq. Müəllimlərin də hər birindən çox razıyam. Üzərlərində çox işləyən müəllimlərdirlər və hər zaman yeni nələr çıxırsa mütləq şəkildə istəyir dərs vəsaiti olsun, istəyir yeni proqramlar olsun, dərs keçmə metodları olsun. Həqiqətən özləri, öz vəsaitləri hesabına qoşulurlar və özlərində çox çalışırlar və bu gün üçün onların əməyinin nəticəsidir. Məktəbimizin nailiyyəti müəllimlərin və şagirdlərin əməyinin nəticəsi təslimdə. Gədəbəy rayon Qızılqaya kənd Bilal Qəhrəmanov adına tam orta ümumi təhsil məktəbi üzrə 2025-2026-cı tədris ilində 9-cu sinif üzrə 6 nəfər məzun olub. Onlardan 4 nəfər 100-dən yuxarı bal toplayıb. Ən yüksək nəticə 174 bal olub. Ümumi orta bal 110 bal qeydə alınıb. Qeyd edək ki, məktəbin 9 illik nəticəsi son 3 ildə artan templə inkişaf edib. 2023-2024-cü tədris ilində orta bal 84, 2024-2025-ci tədris ilində 96, 2025-2026-cı tədris ilində 110 olub. Bu tədris ilində 11-ci sinifi 6 nəfər bitirib. Onlardan 3 nəfəri 100 baldan yuxarı yığıb. Ən yüksək nəticə 141 bal qeydə alınıb. Orta balın 85 olduğu bildirilir. Bir nəfər 5-ci sinif şagirdi Lütfüzadə adına Riyaziyyat Məntiq Olimpiyadasında rayon mərhələsini keçərək region turunda iştirak edib. 5 nəfər şagird isə Respublika Fənn müsabiqəsinin rayon turunda qalib olaraq region mərhələsində iştirak edib. Ümumiyyətlə son 5 ildə göstəricimiz yüksələn dinamika ilə inkişaf eləyir. Son 3 ili misal göstərsək 83-96 artıq bu il, bu tədris ilinin sonunda 9-cu sinifimizin nəticəsi ortalama 110 baldır. Və sevindirici hal ondan ibarətdir ki, riyaziyyat fənni üzrə Qızılqaya məktəbi Gədəbəy rayonu üzrə ilk onluqdadır. Bizim ümumiyyətlə məktəbin hədəfi ildən ilə inkişafa doğru getməkdir. Kollektivimiz yaxşı kollektivdir. MİQ-dən gələn müəllimlərimiz, ümumiyyətlə müəllimlərimizin sertifikasiya nəticələri də, ortaq göstəricilərimiz də ona yəni belə deyim, dəlalət verir ki, bundan sonraki tədris illərində də inşallah məktəbimiz Azərbaycan təhsil sisteminə yetərincə, yəqin ki, belə deyim, keyfiyyət baxımından yetərincə nəticə verəcək inşallah. Gədəbəy rayonu Çobankənd Firdovsi Əliyev adına tam orta ümumi təhsil məktəbində 92 şagird təhsil alır. Təhsil müəssisəsində 21 pedaqoji işçi fəaliyyət göstərir. 9-cu sinifdən 11 nəfər, 11-ci sinifdən isə 10 nəfər məzun olub. Onlardan 3 nəfər buraxılış imtahanında 200-dən yuxarı bal toplayıb. 5 nəfər ali məktəblərə daxil olub. Onlardan bir nəfəri 500 baldan yuxarı nəticə göstərib. Bir şagird fərqlənmə qırmızı attestatına layiq görülüb. Bununla bərabər məktəbimizdə mərkəzləşdirilmiş qaydada aparılan monitorinqlərdə şagirdlərimiz 3-cü, 4-cü, 6-cı sinif şagirdlərinin hər biri 100% iştirak etmişlər. Adı çəkilən siniflər üzrə şagird nəticələrimiz yüksək olmuşdur. Son 3 ildə şagirdlərin nəticələri dinamik artım müşahidə edilmişdir. Bu il 11-ci sinif məzunlarımızdan 10 nəfər məzundan 6 nəfər ali məktəbə sənəd vermişdir. Təkcə ali məktəblərə kadr yetişdirməklə deyil, işimizi başqa istiqamətdə də qurmağa çalışırıq. Dövlətimiz üçün, vətənimiz üçün layiqli vətəndaşları yetişdirmək. Bu istiqamətdə inşallah gələcəkdə də fəaliyyətimizdə daha güclü, daha səmərəli fəaliyyət göstərməyə çalışırıq.
Gədəbəy rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərindən Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta ümumi təhsil məktəbində 2025-2026-cı tədris ilində Respublika Fənn Olimpiadaları üzrə bürünc medalı Səfərli Bağdad Vüqaroğlu qazanıb. Bundan başqa Zəkaların Mübarizəsi yarışmasında təhsil ocağının komandası region üzrə birinci yerə çıxaraq final turunda regionu təmsil edib. GameTV.az tərəfindən təşkil edilən Kim Nə Harada formatında intellektual yarış üzrə məktəbin qız şagirdləri birinci yerə çıxıb. Final turu Kristal Hall'da təşkil olunacaq. Gədəbəyli qız şagirdlərin komandası regionu təmsil edəcək.